Evet, şimdi Gence'deki Etnografya Müzesi'ndeyiz. Buradaki arkadaşımız bize müzeyle ilgili bilgiler verecek. Buyurun, söz sizde. Xoş gördük. Siz Gəncə Qala Qapıları Arxeologiya və Etnografiya Muzeyinə gəlmisiniz. Gəncə Qala Qapıları Arxeologiya və Etnografiya Muzeyi 2018-ci ildə inşasına başlamışdır və 2012-ci ildə inşasına başlamış və 2014-cü ildə inşası tamamlanmış, açılışı olmuşdur. Bizim cənab Prezident İlham Əliyev tərəfindən açılışı olmuşdur. Gördüyünüz kimi, gələndə gördüyünüz kimi Bakı-Gəncə magistral yolunun hər iki tərəfində yerləşir və bu iki qalanı yeraltı tunel birləşdirir. Yəni digər qalaya keçmək üçün bəli, yeraltı yolumuz, keçidimiz var. Bu mərtəbədə, ikinci mərtəbədə sağ tərəfdə sizdə, yəni gördüyünüz eksponatlar arxeoloji qazıntılar zamanı qədim Gəncə ərazisində tapılan əşyalardır. Məişətdə istifadə olunan müxtəlif növ əşyalardır. İstifadə etdikləri əşyalar. Koç motifleri, motifleri bizim her tarafımızda, kendi köyümüzde bile var. Genelde böyle, hatta bizde genç ölenlerin üstüne konur, mezarın üstüne. Bu koçtur, yani gençtir anlamında şeydi. Her tarafta görmek mümkün. Ama buradaki mesele daha farklı bir şekilde. Koç güc rəmzi, güc simvoludur, güc simvolu olduğu kimi, bəli. Qoç və at figurudur. At da, məsəl üçün deyilənə görə, sərkərdələrin, döyüşçülərin qəbirləri üzərində at figurları qoyulub. Bu da, məsəl üçün, bu figurun üzərində qılınc ox işarəsi var. Görürsünüz burada. Və bu bildirir ki, bu figur döyüşçülərin, sərkərdələrin qəbirləri üzərində qoyulub. Evet, askerlere ait şeydir. Bəli. Yani bu hangi mezardaysa biz oradan biliyoruz ki bu mezar bir savaşçıya ait. Bəli, orta əsrlərə məxsusdur. Bu da at şeyi galiba. Bu da at figurudur, bəli. Digərləri isə bəzək əşyaları, həm istifadə etdikləri əşyalardır, müxtəlif növ eksponatlar isə 18-19-cu əsrlərə məxsus əşyalardır. Bu da at figürü galiba. Bəli, bu da at figürüdür. Koç figürünü çok görmüştüm ama at figürünü ilk defa görüyorum. Bu bizim için de önemli. Ümumiyyətcə, Azərbaycandır, müxtəlif bölgələrində var. Bir tək Gəncədə deyil, müxtəlif bölgələrdə bu figurlardan mövcuddur, var. Lampalardır, samavarlar, çay dəzgahları.